Salam değerli izleyiciler, əziz kanalımızın abunəçiləri hamımıza növbəti bir mənzildə salamlayırıq. Bugün Yeni Yasamalda Bravo Marketin tam qarşısında, baxın düz gördüyünüz tam mərkəzdə 11 mərtəbəli daş binanın 11-ci mərtəbəsindəyik. Burada 2 otaq qanuni kupçalı və təmirli mənzili sizlərə çəkib təqdim edəcəm. Evin ətrafı eyvanla əhatəlidir. Yəni bu gördüyümüz eyvan baxın bu şəkildə mənzilin digər hissələrinə. Baxın. Bütün otaqlardan demək olar ki, eyvana çıxış hissə mövcuddur. Tam mərkəz Əsəd Əhmədov küçəsi və Dadaş Bünyazədə küçəsidir. İnşaatçılar metrosunun 2 dayanacaq məsafədə yerləşir mənzilimiz. Tam yol kənarı 11 mərtəbəli binanın 11-ci mərtəbəsində yerləşir. Gedək daxil olaq mənzilin daxilinə və mənzil haqqında bütün təfərrüatları sizlərə qeyd edəcəm. Giriş qapısından daxil oluruq mənzilə əziz izləyicilərimiz. Baxın, burada giriş qapımız yerləşir. Burada giriş qapımız yerləşir. Daxil olduq. Belə bir dəhliz koridor hissəmiz bizi qarşılayır. Sağ hissədə mənzilin qonaq otağı yerləşir. Gördüyünüz kimi belə bir geniş qonaq otağı var. Qonaq otağından eyvana çıxış hissə mövcuddur. Mənzildə qaz su işıq təminatı fasiləsizdir. Sənəd çıxarış kupçadır. Mənzil 11 mərtəbəli binanın 11-ci mərtəbəsində yerləşir. Lift 10-cu mərtəbəyə qədər qalxır. Bir mərtəbə pilləkənlə qalxırıq. Mansar deyil mənzil, yəni gördüyünüz kimi düz tavandır. Sənəd mənzil sənədidir, yəni mənzil qeyd olunub çıxarışda da. Bu yataq otağından eyvana çıxış hissə mövcuddur. Çox geniş eyvan var. Gələcəkdə həmin eyvanı mənzilə qataraq mənzili biraz da genişləndirmək mümkündür. Qanuni 2 otaqlıdır mənzilimiz. Sənəd kupça çıxarışdır. Gördüyünüz kimi belə bir qonaq otağında görürüz. Burada sol hissədə qardirob hissə yerləşir. Buraya yəni qardirob meblinizi yığırsınız. İndi ev sahibi hal-hazırda yığmayıb. Burada mənzilin hamam tualet hissəsi yerləşir. Geniş bir hamam tualet hissə mövcuddur. Burada isə mənzilin mətbəx hissəsi yerləşir. Mətbəxdən də həmçinin eyvana çıxış hissə mövcuddur. Mətbəx hissəsində gördüyünüz əziz izləyicilərimiz, indi isə mənzil haqqında ümumi məlumatı və qiyməti sizlərə qeyd edəcəm. Mənzilimiz Yasamal rayonu, Yeni Yasamal qəsəbəsinin düz mərkəzində Bravo Marketin qarşısında 11 mərtəbəli daş binanın 11-ci mərtəbəsində qanuni 2 otaqlı 94 kvadrat ümumi sahəyə malik kupçalı və bir çox əşyalarla birlikdə satılan mənzili sizlərə çəkib təqdim elədim. Mənzilimiz qeyd etdiyimiz kimi lift 10-cu mərtəbəyə qədər qalxır. Bir mərtəbə pilləkənlə qalxırıq. Mansar deyil, mansar tipli mənzildir. Sənəddə də mənzil qeyd olunub. Sənəd çıxarış kupçadır. Qazı, suyu, işığı daimidir. İstilik sistemi kombidir. Mənzilin qiyməti 155 min manat başlanğıc qiymətdir. Real alıcıya endirim olacaq. Açar bizdədir. Gün ərzində mənzilə əyani şəkildə baxmaq mümkündür. Mənzil haqqında bu qədər. Növbət çəkilişdə görüşənədək Allah alana və satana xeyir versin.